Hər vaxtınız xeyir, Bura Bax kanalının izləyiciləri və abunəçiləri və abunə olmayanlar. Əgər kanalıma abunə olmamısınızsa, aşağıdakı abunə düyməsini basıb kanalıma abunə olun və əlbəttə ki, zil düyməsini açın ki, yeni videolardan xəbərdar olasınız. Demək, bu gördüyünüz park Çəmbərəkənd parkıdır. Adı belə gedir. Deməli, bu park yerləşir. Yuxarıda Alov gülləsi var, Flying Tower. Dağüstü park tərəfdə. Yəni düz Şəhidlər Xiyabanı ilə üzbəüz, üzü aşağı padiyomu düşəndə orada bu parkı yolun sol tərəfində görə bilərsiniz. Gözəl bir Xudmani botanik parkdır. İçi gül çiçəklə bəzədilib və ən gözəl xoşuma gəldiyim odur ki, dizaynı, dekorativ dizaynı çox gözəl qurulub. Yəni bu yuxarıdan, aşağıdan, qıraqlardan o qədər gözəl düzəldiblər ki parkı. Burada müxtəlif cür siz bitkilər, ağaclar görə bilərsiniz. Yəni hər yer gül çiçəklə doludur. Bax, burada çox gözəl dekorativ düzəldiblər. Yuxarıdan elə bir gülləri belə əkiblər. Buradan da Alov gülləsi görünür, Flying Tower. Bax, buradan da oturacaqlar qoyublar. Yəni insanlar rahat otursun, istirahət eləsin. Bax, belə düz, bax belə bu şəkildə gedir park. Burada hətta bir kafeteriya da var, yəni restoran deyil də, mini restorandır. Girib orada kofe içə bilərsiniz, çay içə bilərsiniz. Oturacaq yerləri çoxdur. Təmizliyə də çox fikir verirlər burada. Çünki yerdə gördüyünüz kimi sarı xüsusi konteyner qabları var, təkərlikli. O ilə zibili daşıyırlar. Baxın, necə gözəl çiçəklərdir, gül çiçək əkiblər. Mənim çox xoşuma gəlir. Bir də ən çox nədir ki, burada yuxarıdan Bakı çox gözəl görünür. Baxın, bütün panorama görünür. Yəni qalxırsınız yuxarı, bütün Bakını rahat buradan görə bilərsiniz. Demək dostlar, siz bura necə gələ bilərsiniz? Mən sizə onu deyim. Şəhərin düz mərkəzində, yəni istənilən avtobuslar keçir də, yəni. Amma yuxarı hissəyə, Dağüstü parka qalxan avtobusdan siz yalnız gələ bilərsiniz. Yəni Dağüstü deyəndə Şəhidlər Xiyabanı tərəfə keçən, yəni o tərəfdən keçən avtobuslardan, yəni Alov gülləsi bir də Şəhidlər Xiyabanı arasında 18 nömrə avtobusdan siz qalxa bilərsiniz, orada düşə bilərsiniz dayanacaqda, sonra üzü sol tərəfdən düşəndə görəcəksiniz. Alov güllələrin düz aşağı hissəsində. Baxın, bax burada görürsünüz, Alov güllələri buradan da görünür. Belə bir körpü kimi belə gözəl düzəldiblər, belə dekorativ düzəldiblər, şaquli vəziyyətdə. Oradan da yəni qalxıb düşmək olar. Sadəcə biraz yuxarı qalxmalı olacaqsınız ki, bütün Bakı burada görünsün də gözəl. Panorama çox gözəl görünür buradan. Mən ilk dəfədir bu parka gəlirəm. Yəni bu parkı bilmirdim. Amma Xudmani balaca parkdır, o qədər böyük deyil. Əgər gəlməli olsanız bu Şəhidlər Xiyabanına, Dağüstü parka, mütləq bu parka da gəlin, gəzin. Biraz bu parkın dekoru, dizaynı, qış parkın yanında bir dənə park var. O parkı da böyüdürlər bu dəqiqə, ona oxşuyur. Bir də ki, bu Nəbabət parkı var, yəni botanik parkı var, böyük bir parkdır. Onu da təmirdən təzə çıxdı. Orada da çox müxtəlif cür bitkilər, əkiblər, ağaclar. Ora sadəcə giriş pullandı. Biraz ora oxşatdım. Amma burada çox gözəl görünür Bakımız. Vaxtınızı gəlin gözəl keçirdin burada. Rahat gəzin. Mənasız TikTok, lazımsız videolara baxmayın. Elə gözəl videolara baxın. Həm yerli vətəndaşlar, həm turistlərin ən çox gəlib gəzdiyi yerlərdən biridir. Bilməyən adamlar, kim ki rayondan izləyir, ya xarici ölkələrdən bizim soydaşlarımız baxırsa, yerli sakinlər də bilmirsə bu parkı, mən burada sizə bu park haqqında məlumat verdim. Oradan bir dənə də giriş var qabaqda, o girişdə Çəmbərəkənd parkın özü elə adı yazılıb orada böyük hərflərlə, özünüz də görəcəksiniz. Tapa bilməsəz, yenə də orada Google Maps-də location var, yəni ki konumu qoya bilərsiniz. Çəmbərəkənd parkı yazsaz avtomatik olaraq orada ayaq hərəkətləri ilə qoyun, basın. Düyməni sizi özü aparıb çıxardacaq düz bu parkın qabağına.
Bakıda park çoxdur. Mən çalışdığım qədərilə bir çox parklara gedib gəzib videolar çəkib sizə o parklar haqqında məlumat verəcəyəm. Bir digər videom olacaq, təzə videom Ağşəhər haqqında. Orada yeni bir körpü düzəldiblər. Aşağısı parkla evlərin yanını gözəl düzəldiblər. Oraları da gəlib çəkib göstərəcəm sizə. Bağbanları da çox gördüm burada. Bağbanlar hər yerdə iş görürlər. Yəni, gülləri kəsirlər, təmizləyirlər. Gəlin, dincəlin və burada istirahət edin. Əgər dostlar kanalıma abunə olmamısınızsa, kanalıma mütləq abunə olun, like düyməsini basın və zil düyməsini açın ki, yeni videolardan xəbərdar olasınız.